Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda az ərzaqla, asan üsulla, çox dadlı, ağızda olan peçeniya hazırlayacağım. Xəmiri hazırlamaq üçün qabın içərisinə stəkanın başından bir barmaq əskik mürəbbə suyu əlavə edirəm. İstənilən mürəbbə suyundan istifadə etmək olar. Kənarda bir yemək qaşığı sirkənin üzərinə bir çay qaşığı sodanı əlavə edib qarışdırdıqdan sonra mürəbbənin üzərinə əlavə edirəm. Sonra qaşıqla azacıq qarışdırıram. Kütürənin üzərinə 2 ədəd yumurta, yarım stəkan da qarğıdalı yağı əlavə edirəm. 4 yemək qaşığı da şəkər əlavə etdikdən sonra çırpıcı ilə qarışdırıram. Ərzaqların üzərinə əvvəlcədən ələkdən keçirdiyim unu bir paket də vanilya əlavə edib əlimlə yumşaq xəmir yoğuracağam. Bu xəmirə təxminən 500-520 qram un gedir. Qeyd edim ki, yumurtanın böyük və kiçikliyindən asılı olaraq unun miqdarı dəyişə bilər. Bu cür ələ yapışan yumşaq xəmir alınmalıdır. Çox bərk yoğurmağa ehtiyac yoxdur. Üzərin salafanla örtüb soyucuda ən azı yarım saat, 1 saat saxladıqdan sonra peçenyeləri bişirə bilərsiniz. Soyucudan çıxartdıqdan sonra xəmirə əlimlə forma verirəm. Yumru kündə şəklində hazırlayıb listin içərisinə düzürəm. Peçenyeləri sadə şəkildə və yaxud da üzərinə bu cür damla şokolad vuraraq bişirmək olar. O baxır sizin zövqünüzə. Damla şokolad bu peçenyelərə xüsusi dad verir. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 15-20 dəqiqəyə hazır olur. Çox tez pişir. Çox qızardıb yandırmaq olmaz. Üzəri bu cür pudra şəklində olduqda sobadan götürmək lazımdır. Çox qızartsanız peçenyelər quralınacaq. Görürsünüz, çox gözəl çıxıbdır. Dadı da mükəmməldir. Ağızda olur. Həqiqətən də mükəmməl peçenyelər alınıb. Hazırlamağa dəyər. Videonu izləyərkən bəyənməyi, kanalımıza abunə değilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.